Siqaret seçmək olmaz. Xam düz deyir də, taksidə siqaret çəkmək olmaz axı. Olar. Kim deyir onu? Hardan cərimədir? Vapirux olmaz, icazə yoxdur. Cəriməni göstərim də. Xanım, cərimən yoxdur. Cəriməni göstər də. Bir dənə qulaq asırsınız. Hə. Taksidən tək istifadə edən insan siz deyilsiniz. Sizdən sonra mənim maşınıma hamilə qadın minir. Və siz siqaret çəkərək başqasının evladını zəhərləyə bilməzsiniz. Mən taksidə ən atvetli insanım. Sizin canınız getdiyiniz nöqtəyə qədər və özünüz mənə əmanətsiz. Burada səlahiyyətli şəxs mənəm. Bundan başqa taksiyə nəzarət edən aidiyyatı qurum ayna. Bax, burada siqaret çəkmək olmazı məcburiyyət eləyib. Görsün yapışdır. Və bağlı ərazidə siz siqaret çəkə bilməzsiniz. Şəxsən mənim maşınımda kimsə siqaret çəksə və mən icazə verməsəm, biz onu yolun ortasına düşürdərəm. Elə bir şey ola bilər ki, məndən sonra hamilə qadın minəcəkdir, siz istədiyiniz kimi siqaret çəkin. Yox, necə ola bilər? Sizdən deyir. Siz yaxşı. Nə bax? Nə bax? Dayan da tanıyırsan?